İzlədiyiniz bu kadrlar may ayının 2-dən 4-ünə dək Nine Sense Fest 2025 festivalında baş tutub. İkinci beynəlxalq ruhani və bədən praktikaları festivalından söhbət gedir. Diqqətinizə çatdıraq ki, çox maraqlı olub. Artıq qonaqlarımız studiyamızdadır. O kadr arxasında biz bir balaca onlarla söhbət etdik və çox böyük təəssüratlarla bugün studiyamıza gəliblər. Bəli, iki yoga təlimçisini biz bugün proqramımıza davam etmişik. İlham xanım Şirinova və İlqar Yusifov. İlqar bəy Tai Chi Chuan üslubu üzrə yoga təlimçisidir. Salamlayırıq sizi. Sabahınız xeyir olsun. Xoş gəldiniz. Əvvəla təbrik edirik. Həmkarım qeyd elədi. Sizi bax belə gözəl layihə ilə bağlı işləriniz uğurlu olsun. Səsi, sədası bizə də gəldi. Uğurla keçib. Sizin təəssüratlarınızı eşitmək istərdik bu haqda. Biz çox şadıq ki, belə bir tədbirlər keçirdə bilirik Azərbaycanda. Böyük minnətdarlığımız var Leyla xanım Əliyevaya. Bildiyiniz kimi Yoga Federasiyasının vitse-prezidentidir və onun dəstəyi ilə ikinci dəfə də artıq Azərbaycanda belə bir beynəlxalq ruhani və bədən texnikalarının festivalı keçir. Hansına ki, müxtəlif ölkələrdən, müxtəlif şəhərlərdən müəllimlər dəvət olunur və Azərbaycanın da, yəni ki, qabaqcıl müəllimləri, yoga müəllimləri, tai chi müəllimləri, müəyyən ruhani növləri təbliğ edən müəllimlərin dərsləri keçir ki, bizim yerli insanlara imkan yaradaq. Hansısa dərsə gəlib, hansısa müəllimlə ünsiyyətdə olanda özləri seçim etsin. Ona hər hansısa bir növ yaxındır və o ona kömək edir və stressdən azad edir və yaxud hər hansısa mənəvi və dəstək alırsa, o növlə məşğul ola bilər. Artıq ondan ötürü keçirdirik. Əslində festivalın şüarı da çox maraqlıdır. Ənənədən hərəkətə, biz bilirik ki, qədim köklərə mənsubdur yoga. Yəni ənənə deyəndə bu nəzərdə tutulur və hərəkətə, yəni yoga deyəndə zaten insanın gözü önündə hərəkət canlanır və burada beyinlə, zehinlə hərəkətin təması, yəni mənası nə idi? Bax, bunu çox maraqlıdır özüm üçün. Nədənsə insanlar elə bilir ki, yoga məhz hərəkətdir, gözəl hərəkət, düyünlənirsən, baş üstə durursan, qol üstə durursan. Əslində yoga çox mənəvi prosesdir. Yoga daxilə öz diqqətini yönəltmək deməkdir və daxildə olan zaman, biz çox hərəkətlərimizə fikir verən zaman sərflərə yol vermirik. Əsəblərimiz tam normada olur, gərginliyi götürürük. Yəni yoga o deməkdir. Yoga çox vaxtı insanlarla tamam başqa cürə başa düşülür. Yəni ki, hərəkət, gözəl bir pozalar, asanalar, yəni qədimdən gələn yogalar əslində elə deyil. İnsanın beyninə daxilə, çox daxilə. Beyninə ruha elə bir ki, mən ifadəmdə bəli səsləndirdim, zehinlə dedim, hərəkətin. Ona görə də o çox böyük dəstək olur insana. Biz bugünkü gün çox stres yaşayırıq həyatda. Həyatımız elədir, təəssüf ki. Ona görə ki, insanlar gərgin olduğuna görə o gərginliyi sanki ətrafa saçırlar. Bəzən elə düzgün nəfəs almaq da elə yoganın başlanğıcı deməkdir. Gəlin elə ondan başlayaq. Bəlkə ekran qarşısında əyləşən tamaşaçılar, elə burada əməkdaşlarımız, biz özümüz də bir düzgün öyrənək, necə düzgün nəfəs almalıyıq, belə nəfəs aldığımız halda daxilimizdə nələr baş verir, istər beynimizdə, istər daxili orqanlarımızda. Çox düzgün vurğuladınız ki, nəfəs birinci növbədə vacibdir insana. Ona görə ki, ən azından bir nəfəs alıb buraxdıqca bizim ağciyərlərimiz 6 litrə qədər hava uda bilir. Yəni ona malikdir. Amma biz litr yarım uduruq. Təsəvvür edin ki, bizim nəfəsimiz nə qədər üstdəndir. Onu daxilə salanda, yəni dərindən nəfəs alanda tamam başqa proses gedir. Oksigen beyinə gələn zaman sənin beynin sakitləşir.
fikirlərin səni azad edir. Ona görə ki, bizim yəni ki, yoga ilə məşğul olmağımızın birinci məqsədi odur ki, biz beynimizin, ağlımızın üstünlüyünü götürək əlimizə. Bəzən də deyirlər, o həyatın müəyyən məqamları olanda, elə tamaşalarda mı deyim, filmlərdə görmüşük, deyir, sakit ol, bir dərindən nəfəs al, yəni bir gör nə eləyəcəksən. Burada fikir cəmliliyi, o ruhun daha rahat, daha doğrusu beynin daha rahat işləməsi üçün, bax belə deyək də, müəyyən məqam yaranır. İlham xanım, İlqar bəy, siz buradaykən bir-iki praktik hərəkət göstərə bilərsinizmi? Məsələn, mən bir balaca gecə ola bilsin ki, yaxşı yatmadım, dünənki iş günüm gərgin olub, səhər dururam, gəlirəm işə və mənə bir neçə dəqiqə lazımdır ki, fikrimi cəmliyim, ruhumu tazəliyim, belə deyək. O zaman nə edirik? Var, asanlıqla olan praktikalar var, hansını ki biz istifadə edən zaman beynimizi tam dincəldirik. Hətta mən sizə bir şey göstərim. Deməli, elə bir nəfəs texnikası var, şahin nəfəsi deyilir. Şahin quşu nəzərdə tutur. Bəli. Onun adı odur, Daos praktikalarından gəlib. Özdə hətta əvvəl onu insanlara verməyə icazə vermirdilər. Ancaq öz tələbələrinə, şagirdlərinə, müəllimlərinə açıq idi bu texnikalar. İndi mənə elə gəlir ki, onlar başa düşürlər ki, bugünkü gündə çox insanın ona ehtiyacı var. Nəfəs almaqdan əvvəl biz birinci 3 sütunu bərpa eləməliyik. 3 fundamenti. Birinci, mütləq onurğa sümüyümüz düz olmalıdır, düz oturmalıyıq. Ona görə ki, enerji tərpənən, hərəkət eləyən zaman gərək heç yerdə maneçilik olmasın. İkinci sütun odur ki, biz gərək tam sərbəst olaq, beyindən boşalaq. Yəni, üzümüz tam rahat olsun, çiynimiz, əllərimiz, qarın nahiyəsi. Üçüncü də ən vacibi məncə odur ki, biz xoşbəxtlik hissini sinəmizdə bərpa edirik. Biz onu heç aradan almırıq. O bizdən olan bir hissdir, hansını ki biz sadəcə bilirik ki, daxildədir və üzərimizə çıxardırıq, sinədə yerləşdiririk və avtomatik gözəl bir təbəssüm üzdə alınır. O təbəssüm, bəzən biz deyirik, Mona Lisa'nın təbəssümünə oxşar bir təbəssümdür. Hollywood təbəssümü deyil, hansı ki, yalandan biz gülürük, amma daxildə nələr baş verir bilmirik. Yox, o təbəssüm tamam seçilən təbəssümdür. Sanki işıq, sülh, saçırıq. Ona görə ki, məhz o təbəssüm daxildən, ürəyin daxilindən çıxıb gələndir. Başlayaqmı? Alınır mı ilk dəfədən bizdə görəsən? Olacaq bu dəqiqə, əlbəttə ki, siz görəcəksiniz. İndi gözümüzü yumuruq və 1 saniyə ərzində nəfəsi alırıq, yəni o tez alınır və 7 saniyə ərzində ağızdan nəfəsi buraxırıq. Yenə də burundan nəfəs alırıq 1 saniyə. 7 saniyə ərzində ağızdan nəfəs buraxılır. Onu bir neçə dəfə eləyək. Hətta deyim ki, nəfəsi buraxmaq adətən 7 saniyə birinci dəfədən alınmır, amma tədricən düzələcək. Ona görə ki, öyrənmədən... Son nəfəsimizə qədər buraxmalıyıq. Lap son nəfəsi buraxmayın, xahiş eləyirəm, amma siz onu nizamlayırsınız. Nizamlayırsınız ki, 7 saniyə ərzində onu buraxasınız. Özünüz daxilə diqqət yönəldəndə başa düşürsünüz ki, sanki hər şey dincəlir, sakitləşir ətrafda. Rəşad elə nəfəs aldı, mən gözü yumdum, elə bildim suda boğulur. Hiss elədiniz onu, Yasin? Yox, normal nəfəs alırdı. Birinci nəfəs alanda, yəni... Nəfəsi götürəndə onu demək istəyirsən. Yəni, bu cür dərin olmalıdır, yoxsa? Onun dərinliyi o qədər vacib deyil, nə qədər biz vaxtla baxırıq. Qısa nəfəs alınır və uzun buraxılır. Aydındır. Nə hiss edirsiniz? Bir dəyişiklik varmı? Mən ikincidən çox gözəl dəyişiklik ona görə ki, o dəqiqə özünü bildirir. Bu texnikalar məhz tez işləyən bir texnikalardır. Beynə oksigenin getməsi. Ona 2-3 dəqiqə kifayətdir. O dediyiniz kimi ki, yuxusuz gecə keçirdirsiniz və özünüzü bərpa eləmək istəyirsiniz. Mən hiss etdim ki, dodağım qaçır, yəni gülməyə başladım. Özümdə təbəssüm yaranır. Ona görə ki, xoşbəxtlik də. Biz adətən daxildə hər şeyimiz var ki, xoşbəxt olaq. Biz onu yadımıza salanda başa düşürsünüz ki, dünya aləm çox gözəldir. Bəs bir musiqiçi kimi istəyirəm soruşum, bizi bu an nə müşahidə eləməlidir? Hansı səsi, hansı sədanı eşitməliyik? Yoxsa tamam sakitlik olmalıdır? Ola bilər ki, gözəl bir ətrafda belə bir musiqi olsun və təbiətin səsi, yəni ki, quşların oxumağı, onlar hamısı bizə kömək eləyən üsullardır. Ona görə ki, beynimizi cəmləyə bilir. Mənə maraqlıdır, Tai Chi Chuan üslubu nədir? Bu daha çox sağlamlıq, hə? Sağlamlıqla bağlıdır, yoxsa necə? Tai Chi Chuan da həmçinin bu Çin, belə deyək, sağlamlıq sistemi adlandırılır. Baxmayaraq ki, bu vaxtı ilə əvvəldə təməldən olaraq döyüş sənəti kimi yaradılıb. Sadəcə onun yavaş və xamar hərəkətləri
bir-birinə axın edərək, bir hərəkətdən o birisinə keçərək gedən hərəkətlər, onlar nəticədə çox güclü terapevtik effektə malik oldu. Onun eyni zamanda bədən də işləyir, eyni zamanda nəfəs dərinləşir, emosiyalar sakitləşir, enerji kanalları açılır, çünki xüsusi bədən quruluşu var o hərəkətləri edərkən və fikir axını azalır, çünki biz hərəkət eləyəndə nöqtə seçirik barmağımızda və hərəkət boyu ona baxırıq. Və tədricən o 5-6 dəqiqə çəkir deyə, böyük kompleks 20 dəqiqəyə qədər çəkir. Siz o vəziyyətə yavaş-yavaş girirsiniz, özünüz onu bilmədən. Yəni, artıq sadə bir elementlə siz barmağa baxaraq yavaş-yavaş... Maraqlıdır, bunu Tai Chi Chuanla, üzr istəyirəm Rəşad, məşğul olmaq üçün, yəni öncədən yoga ilə məşğul olmaq vacibdir, yoxsa bununla başlamaq olarmı yogaya? Yox, fərqi yoxdur. Həm yaş fərqi yoxdur, həm siz bundan qabaq hansısa fitness zala getmişsiniz, hansısa fiziki hazırlıq varmı, yoxmu, heç bir mənası yoxdur. Çünki biz sanki Tai Chi-ni eləyəndə özümüzü təzdən kəşf eləməyə başlayırıq. Çünki biz yavaş və yumuşaq hərəkət eləməyə öyrənirik həqiqətən. Çünki biz adət eləmişik ki, hər şey tez olmalıdır, işə tez qaçmalıyam, tez yeyib, gecikməməliyəm işə və s. Hər şey cəld, tez, gərginlik vəziyyətdə gedir deyə. İnsana deyəndə ki, ayağı yavaş qoy, əli yavaş apar, İlk vaxtlar o çox sərt alınır. Sürətlə alınır, deyirsən ki, biraz da yavaş, biraz da yavaş. Biz o yavaşları, o surəti, o belə ağırlığı, necə deyərlər, istərdik ki, əyani şəkildə siz göstərəsiniz tamaşaçılarımız. Olarmı? Bəli. Bir də elə siz buyurunca bura 7-dən 77-yə hər kəs qoşula bilər buna, yoxsa ki, yaş söhbəti var? 70-dən sonra da qoşula bilər. Yaş fərqi Mən 77 dedim. Olar. Siz doğma tarixindiniz. Yəni, bütün yaş dövrləri bura, yaş dövrlərində olan insanlar qatıla bilərlər. Bəli, bəli. Hətta Çində siz səhərlər, əgər kimsə Çində olubsa, səhərlər elə yaşlı insanlar, əksəriyyəti elə Çin, bu Tai Chi ilə məşğullar, müvafiq belə yavaş, yumuşaq hərəkətlərlə. Açıq havada. Açıq havada. Gözəl. Buyurun. Buyurun. Tai Chi Chuan üslubu üzrə təlimçi İlqar Yusifov bizə yoga ilə Tai Chi Chuan üslubundan nümunələr göstərəcək, izləyək. Mən də istəyirdim qoşulum sizə, amma geyimim müsait deyil. İnşallah gələn dəfələrdə. Bax, bu hərəkətlər, siz hal-hazırda bunu yaşadınız, bu duyğuları, bu hissləri. Hansı dəyişikliklər hiss elədiniz özünüzdə? Şəxsən özünüzdən danışaq, siz bəyan edin bizə bu məqamları. Mən eyni zamanda ofis işçisiyəm, yəni bu mənim əsas fəaliyyətim deyil. Ona görə mən, belə deyək də, ofis işçisinin o Tai Chi-nin istifadəsi bariz nümunəsiyəm, belə deyək. Çünki həm Tai Chi ilə... Ona görə sizə danışmaq və ümumiyyətlə fikrinizi bildirmək daha rahat olar. Bəli, çünki mən bankda çalışıram və Tai Chi ilə məşğulam. Tai Chi təlimçisiyəm və bu məndə, məsəl üçün, iş üçün, fəaliyyət üçün vaxtında konsentrasiya etmək, fikri toparlamaq, bəli, özünü kritik situasiyada, belə deyək, kontrol etmək, hansısa layihəyə gedir, o layihəni axıra çatdırmaq lazımdır. Sizdə həmin prosesdə hər şey olur. Hərəkətlərdə də var, təmkin, hiss olunur. Yəni, bu işinizə də yansıyır, insanın işinə. Bəli, siz yavaşlayanda, ümumiyyətlə insan yavaşlayanda, sanki
nə keçmiş olur, nə gələcək olur. Siz yavaş-yavaş gəlirsiniz indiki məqama. Sizin konsentrasiyanız yaxşılaşır deyə, siz işdə, kompüterin qabağında işləyəndə, hansısa lap veriliş aparanda, siz tam olaraq o prosesin içində olursunuz. Artıq fikirlər, artıq elə bir ki, siz onları tam kontrol edirsiniz. İşimizdə cəmləməkdə bu belə deyək ki, çox fokuslaşmaqdır. Fokuslandırmada çox böyük yardımcı olur. Siz qeyd etdiniz ki, insanlar yəni bu müasir dövrün artıq tələblərindən biridir ki, hər gün hər yerə qaçırlar, tələsirlər. Əslində axı bu bir reallıqdır, bu bir gerçəkdir. Biz zamanla əslində yarışırıq. Bəzən nələrsə çatdıra bilmirik. O qaça-qaçlar olmasa, düşünürəm ki, gün ərzində qarşımıza qoyduğumuz hədəfləri çatdıra bilmərik. Yoxsa özümüzə qarşı çox tələbkarıq, yoxsa işimiz çoxdur. Necə edək? Yəni, balansı necə quraq? Siz tələsəndə, o demək deyil ki, o pisdir. Yəni, siz sürət yığıb, tələsib, içə qaçıb gələ bilərsiniz, məsəl üçün. Amma o rahatlıq vəziyyətə qayıtmaq məsələsi var. Yəni, işə doğru yönəlmək üçün o rahatlıq vəziyyətli olmaq lazımdır. Yəni, çünki Tayçi fəlsəfəsində yin-yan var, o işarə verir, ağ-qara. Biri sürətdir, o birisi sakitlik, yəni yavaşlıq. Tayçi belə vəziyyətə gətirir ki, sizi balansa gətirir. Yəni, siz hətta sürət yığandan sonra siz çox bir tez zamanda geri qayıdıb sakit vəziyyətə gələ bilərsiniz. Məsələn, mən belə deyək də, 9-cu mərtəbəyə qalxanda, lift işləməyəndə 9-da yaşayıram, 9-a qalxanda mən çox tez bərpa olunuram. Halbuki digər insanlar qalxır, təngi nəfəs olur və s. Yəni, sistem özünü bərpa edir. Çünki yavaş, yumuşaq hərəkət ayaqları ilk vaxt çox yükləyir və s. Amma əzələ dəyişir, bədən dəyişir, ayaqlar kök olaraq, göbəkdən aşağı biz ona kök deyirik. O daha da möhkəm olur və artıq sadəcə küçə ilə gəzəndə uzun müddət gəzə bilirsiniz, ayaqlar yorulmur və emosional olaraq tez qayıdış, sürətli qayıdış baş verir stressdən sonra. Bunu doğru nəfəs texnikasına borclusunuz. Yəni, hərəkətlərə baxanda, misal üçün, fitnesslə və yaxud da ki, təbii ki, yoga idman növü deyil, bunu demirəm. Yəni, sözlərimlə, həyat tərzidir. Bəli, həyat tərzi. Bunu anlamağınızı istəmərəm, bax, bu cür qəbul etməyinizi. Yəni, müqayisə etdiyimiz zaman, oturaq həyat tərzində, yəni, bunun çox fərqi varmı sizin işinizlə? Yəni, hərəkətlər baxırsan ki, stabildir, sakitdir, yavaşdır, yəni, çox dinamika yoxdur. Burada dinamika yoxdur, amma ona baxmayaraq o kalori deyək də, indi biraz müasir o fitness dilinə keçək. Kalori yandırmağı haradasa xizək cədvəl var internetdə. Xizək sürməyə yaxındır. Ay, çox maraqlıdır. Neçə dəqiqə xizək sürməklə? Ümumiyyətlə, xizək sürmək 1 saat. 1 saat. Təxminən 10-a yaxındır. Çünki siz bunu eləyəndə, indi siz qıraqdan baxdınız, elə bir ki, bu yavaş, belə deyək, rahat görsəndir. Amma mən yarı qattalı ayaqlarda eləyirəm, mən yuxarı qalxmıram. Mən həmişə, ayaqlarım həmişə yüklüdür. İlk dəfələrdə biraz əvvəl özünüz işlətdiniz bu ifadəni. Çətin ola bilir, ağrılar ola bilir, əzələ ağrısı. Amma sonra... Adaptasiya gedir, transformasiya gedir, əzəllər kök bərkiyir. Ondan sonra artıq siz ayaqları fikirləşmirsiniz. Həm də əzələ yaddaşı var. Meditasiyaya keçə bilərsiniz, artıq bura fikir verə bilərsiniz. İlham xanım, necədir? Bax, biz bunları tamaşaçılarımıza çatdırırıq. Sizin kimi mütəxəssisləri studiyamıza dəvət etmişik. Keçən ildən bu il, indi özünüz müsabiqədə gördünüz, keçirilən tədbirlərdə şahidi olursunuz. İnsanların marağı bu sahəyə necədir? Çoxalır. Ona görə ki, bizim işimiz nədən ibarətdir? Biz istəyirik təqdim edək ki, belə bir şeylər var. Ona görə ki, bizim məqsədimiz hər hansısa məktəbin təbliği deyil. Yəni, hər birimiz insanları çatdırmaq istəyirik ki, biz indi danışanda ki, bu hərəkətlər çox həzindir, o demək deyil ki, biz həyatda gərək belə həzin hərəkət edirik. Biz həzinliyi daxildən danışırıq. Yəni, insanlar tələsən zaman, qaçan zaman, işə, bir başqa yerə, o tələsik daxildə olmasın deyə biz onu öyrətmək istəyirik. İnsan onunla rastlaşanda başa düşür, sən həyatda nəyisə eləyib və daxildə sakit ola bilirsən. Biraz təlaş yaradır deyə. Huzur hissini yaşatmaq veririk, o imkanı verəndən sonra insan başa düşür ki, doğrudan da bərpa ola bilir. Və sözsüz ki, kimsə gəlir, onun faydasını görür, kimisə çağırır. Biz keçən ildən bəri 4 özümüz festival keçirtmişik Azərbaycanda. Yerli müəllimlərlə bir dəfə də qonaq dəvət etmişdik Rusiyadan. Yerli müəllimlər hər kəs öz dərsini verən zaman insanlara tanış edir. Nə eləmək olar ki, sən
ani momenti yaşaya bilərsən 100%-lıqla, biz onun söhbətini aparırıq. Hərəkətlərimizdən danışmırıq. Sən tez hərəkət edib, daxildə sakit olmalısan. Təşəkkür Çox edirik təşəkkür edirik İlhamə sizə. xanım sizə, İlqar bəy olun. sizə və minnətdarıq ki, bax bu səhər gəldiniz. Bizi yoqanı bizə daha da yaxınlaşdırdı. Dərslərimizdə qonağımız ola bilərsiniz. Mütləq çalışacağıq. Təşəkkür edirik. Xatırladaq ki, studiyamızın qonaqları Bəli, studiyamızın qonaqları yoga təlimçiləridir. İlk olaraq istərdim ki, İlhamə xanım Şirinovanı qeyd edim. Daha sonra Tayçu Çuan üzrə yoga təlimçisi İlqar Yusifov. Dostlar, minnətdarıq sizə. Gördüyünüz işlərdə bol-bol uğurlar, şanslar arzu edirik sizə.